Salam dəyərli şagirdlər. Söz verdiyim kimi 10-cu sinif OTK buraxılış sınavının izahını verirəm. Başlayaq 56-cı sualın izahına. Modal fe'llərini işləyərkən uşaqlar diqqət etmək lazımdır nəyə? Baxın, burada bizə was verib. Zamana baxaq. Niyə onda B-də mən indiki zamanı verim? Xeyr, yanlışdır. Y yanlışdır. Həm to-su yoxdur, həm də keç indiki zamanda olmaz. A-da can bilirik ki, indiki zamandadır. D-də was able-un to-su yoxdur. Cavab C variantı. 57-ci suala baxaq. Bir şey deyir etməkdə uğur qazanmaq. Xüsusilə də çətin bir şeyi. Bu nədir uşaqlar? Öhdəsindən gəlmək. Manage. C variantı. Bəli, manage həm idarə etmək deməkdir. Məsələn, bir şirkəti və yaxud komandanı idarə etmək. Bir də var, öhdəsindən gəlmək, bacarmaq. A variantı niyə olmaz? Notice, gözə dəymək, fərqinə varmaq. To encourage, həvəsləndirmək. To defend, müdafiə etmək. To understand, başa düşmək, anlamaq. Ona görə doğru variantınız C variantıdır. 58-ə baxaq. Passive voice-ı tapmağın yolunu uşaqlar deyim sizə. Baxın, Samir 1, can't open 2, the door 3. Həmişə Z3-ü, yəni the door-u tamamlıq gətiririk cümlənin əvvəlinə. Onda D variantını çıxaq. Daha sonra cümlə burada inkardadır. Niyə B-də təsdiq verdi ki? Daha sonra can'di. Niyə burada onu could elədi? Keçmiş zaman elədi. Olmaz. Y-də isə məchulda can'in B-si olmalıdır. Niyə verməyib? Ona görə cavab A variantı. 59-da zəng görürəm burada. Müqayisə dərəcəsinin göstəricisidir. A-nı çıxaq. Bu AD-dir. C-də üstünlükdür. Y-də üstünlükdür. B-də veridən sonra AD dərəcə gəlir, onun göstəricisidir. D variantı. 60-a baxaq. Mən burada isim görürəm. Hers-də isim gəlməz. Mine-də isim gəlməz. D-də mine-də isim gəlməz. She-dən sonra isim gəlməz. Bilirik ki, she personal pronoundur. Xəbər, yəni fe'l istəyir. Ona görə Y variantı. 61-ə baxaq uşaqlar. Baxın, burada şagirdə baxırsınız. İndi bilmirsiniz ki, bu müəyyəndir, yoxsa qeyri-müəyyəndir. O zaman biz burada xəbərə baxaq. Diqqətlə dinləyən şagird, yəni müəllimin oxuduğu hekayəni diqqətlə dinləyən şagird. Baxın uşaqlar, burada 1000 dənə şagirddən danışmır. Bir şagird var ki, müəllimi diqqətlə dinləyir. Artıq məlumdur. Ona görə buradan D variantını çıxaq. Müəyyən, qeyri-müəyyən artikeldir. B-ni çıxaq. Müəyyən də artikel verməlidir. İkinciyə baxaq. Müəllimin oxuduğu hekayə. Artıq o hekayə də məlumdur ki, müəllim oxuyur o hekayəni. Ona görə mütləq artikel verməliyik. Müəyyən artikel, Z artikeli verməliyik. Hekayəni müəllim tərəfindən oxunur. Deməli, orada Z verməliyik. Bayın bir dənə bu qaydasını yadınızda saxlayın. Bay ilə mənası ilə işlənəndə artikel olmur. Amma tərəfindən və yaxud yanında kimi tərcümə olunanda o zaman artikel veririk. Ona görə doğru variant C variantı. Baxaq uşaqlar. Baxın, B variantını çıxaq da. Çünki only a little olur. Only little olmur. A lot isə isim gəlməz. C-də few isə cəm isim gəlir. D-də few isə cəm isim gəlir. A variantı. 63-də volunteer könüllü deməkdir. Könüllü, baxaq variantlara. Baxın, a person who does heç bir ödəniş almadan öz istəyi ilə iş görən şəxs. 1-ə oldu C. 2-yə baxaq. Liberation, azad etmə, azadlıq. Baxaq, hansı variant uyğun gəlir. A variantına baxaq. Bir ölkəni və ya şəxsi başqasının nəzarətindən azad etmək. Doğrudur. 2-yə A. 3-ə isə injustice, ədalətsizlik. Burada olacaq B variantı. Ədalətsiz bir hərəkət. Elə bundan da tapmaq olardı uşaqlar. Deməli, 3-ə də B. 1C, 2A, 3B. C variantı. 64-də baxın, sizə bir şey deyim. Neither nor arasından, neither nordan sonra agreementdə gələn ismə baxılır. Yəni neither norda, nordan sonraki sözə baxılır. My teacher təkdədir, was verib doğrudur. Bir doğru. The number-ın xəbəri təkdə olur. A number-ın xəbəri cəmdə olur.
O zaman burada are değil, is olmalıydı. 2 yanlışdır. 3-də uşaqlar yadınızda saxlayın, cümlənin əvvəlində gerund və yaxud məsdər varsa, o zaman xəbər təkdə olur. Yəni are deyil də is olmalıydı. 4-də ofun qarşısına baxıram, həbis cəmdədir, xəbər də cəmdə verib, doğrudur. Yəni C variantı. 65-ə baxaq. Bilirsiniz də ismin yəli yalında, yəni apostrof s-dən sonra mütləq şəkildə isim gəlməlidir və yaxud sifət üstü isim gəlir. Yəni isimdən başqa digər nitq hissələri gələrsə yəli yal deyil. 1 doğrudur, isim gəlib və 3 doğrudur, isim gəlib. 1, 3 C variantı. 66-da prominent sözünün bizdən close, yəni yaxın mənasını soruşur. Famous və well known. Yəni məşhur, tanınmış. 1, 2 A variantı. 67-də mən burada ego görürəm. Yəni indiki zamanın sadə formasının zaman göstəricisidir. A-da həvə çıxaq, indiki bitmiş. B-də uyğundur qalsın. C variantını çıxaq, Y variantını çıxaq. Daha sonra burada biz since görürüksə uşaqlar, deməli biz burada have been driving qoymalıyıq. İndiki zamanın bitmiş forması. Desəz bəs müəllimə necə keçmişlə indiki bir arada olar? Since olan cümlədə zaman pozulması baş verə bilər. B variantı. 68-də antonim istəyir bizdən, diqqətli olaq. Massive, large bunlar sinonimdir, geniş deməkdir. 2-də casual, təsadüfi, regular, mütəmadi. Baxın, bunlar antonimdir. 3-də remote, uzaq, near, yaxın, antonimdir. Ordinary, adi, unusual, qeyri-adi, antonimdir. Special olan partikular isə xüsusi deməkdir. Bunlar sinonimdir.